Müəllimlər, hər vaxtınız xeyir olsun. Yenə sizlər üçün tərtib etdiyim yeni sualın izahını təqdim edəcəm. Diqqətli olaq, zəhmət olmasa. Bu tipli testləri işləməkdə müəllimlərimiz çətinlik çəkmişdilər. Əslində testə baxarsaq, normal, sadə, uyğunlaşdırma tipli testdir. Sual verəcəksiniz. Müəllimə, sadə, normal testdirsə, yəni testdirsə, bizi çətinə salan nə oldu? Sizləri çətinə salan uyğunlaşdırma tipli testin fərqli formatda, fərqli tipdə tərtib olunmasıdır. Bəli, bu uyğunlaşdırma tipli test cədvəl daxilində tərtib olunduğuna görə sizlər testi işləməkdə çətinlik çəkmisiniz. Və bizlər də məcburuq ki, bu tipli testləri tərtib edək. Sırf uyğunlaşdırma tipli testin bu variantı, bu formatı 2024-cü ilin müəllimlərin işə qəbulu test mərhələsində düşmüşdü. Çoxlarınıza məlumdur ki, bu tipli test mən keçən ildə çox tərtib etmişdim. Çünki sırf keçən ilin imtahan səviyyəsinə uyğun idi. Biz sırf müəllimlər 2025-ci ilin imtahan səviyyəsinə uyğun test tərtib etməməliyik axı. Son 3 ilin imtahan səviyyəsinə uyğun testlər tərtib edirik ki, sizlər də imtahana hazır şəkildə gedəsiniz. Belə testi təhlil edirəm. Normalda uyğunlaşdırma tipli testdir. Sizləri çətinə salan testin fərqli formatda cədvəl daxilində tərtib olunmasıdır. Bir dənə bu məqama toxunum, sonra testi təhlil edəcəm. Bəzən olur ki, müəllimlər uyğunluğu sözünün yerinə, bir dəqiqə, baxın, testin şərtində uyğunluğu müəyyən edin. Bəzən olur ki, şərtdə uyğunluğu yox, uyğunsuzluğu müəyyən edin deyir. Təbii ki də biz hər zaman testin şərtini, testin sualını ən az 2 dəfə təkrar oxuyub, sırf şərtə uyğun testimizi təhlil edirik, elə deyilmi? Bizdən uyğunluğu müəyyən edin, yoxsa uyğunsuzluğu müəyyən edin, soruşur. Təbii ki, uyğunsuzluq soruşarsa, testi təhlil edərkən biz uyğunsuz olan variantları tapıb, doğru variant kimi axtarmalıyıq. Yəqin ki, hər birimizə məlumdur ki, müəllimlər, indi təhlil edəcəyim test uyğunluğu müəyyən edin, soruşur. Nəyi uyğunluğu, hansı uyğunluğu soruşur? Alətləri onun hissələri ilə uyğunlaşdırın, soruşur. Gəlin təhlil edək. Baxın, yonqar qıranı olan bıçağı 1 ilə işarə eləmişəm müəllimlər. Yəni variantlarda rəqəmləri axtaracaq. Niyə rəqəmləri? Çünki alətləri onların hissələri ilə uyğunlaşdıracaq və hər bir aləti rəqəmlərlə işarə etmişəm. Birinci aləti yonqar qıranı olan bıçağı təhlil edəcəm. Baxın müəllimlər, yonqar qıranı olan bıçağın quruluşunda nəyi var? Deyirdik, bıçaq, yonqar qıran, bıçağın kəsici deyəsi, bolt. Elə deyilmi? Təkrar edirəm. Yonqar qıranı olan bıçağın, bu alətin quruluşunda var bıçaq, yonqar qıran, bıçağın kəsici tiyəsi, bolt. Gəlin təhlil edək. Görək bu bıçağın quruluşunda hansı hissələrlə uyğunluq təşkil edir? Yəni yonqar qıranı olan bıçağın qarşısına baxırıq. Baxın, yazıb qəlibə plus qoyub, axı qəlibi yoxdur. Paza plus qoyub, axı pazı yoxdur. Sıxıncı vintə minus qoyub, bəli, yoxdur. Bıçağa plus qoyub, bəli, bıçağı var. Qrifelə minus qoyub, qrifeli yoxdur, iynəsi yoxdur. Boltu var, plus qoyub. Dəstəyi yoxdur, minus qoyub. Müəllimlər, zaten diqqət eləyin, elə təhlilə, yəni aləti təhlilə başlayan zaman yonqar qıranı olan bıçağın quruluşunu təhlil etməyə başlayan zaman ilk təhlilimizdən gördük ki, yəni yonqar qıranı olan bıçağı 1 ilə işarə etmişəm. Biz biri variantlarda axtara bilmərik. Çünki uyğunluq deyil, uyğunluq, yəni doğru uyğunluq burada verilməyib. Yonqar qıranı olan bıçağın ilk təhlilə baxın müəllimlər. Yonqar qıranı olan bıçağın qarşısına qəlibə plus qoyub. Axı qəlibi yoxdur, minus. Deməli, 1 mənim variantım ola bilməz. Deyəcəksiniz müəllimə 1 nədir? Çünki diqqət edin, yəni cədvəlin daxilində həmin aləti, yonqar qıranı olan bıçağı 1 ilə işarə eləmişəm. 1 mənim doğru variantım ola bilməz. Yəni yonqar qıranı olan bıçağı variantlarda axtarmırıq. Həmçinin paz. Diqqət edin müəllimlər. Paza plus qoyub, amma alətin quruluşunda paz yoxdur. Sıxıcı vinti minus qoyub, bəli, yoxdur. Deyəcəksiniz, axı müəllimə, alətin quruluşunda bıçaq da var, bolt da var.
Doğru da uyğunlaşdırıb plus qoyub. Nə olsun müəllimlər plus qoyub? Axı yonqar qıranı olan bıçağın qarşısında gətirib qəlibə plus qoyub, paza plus qoyub. Deməli, doğru uyğunluq təşkil olunmayıb. Alətin quruluşunda qəlib də yoxdur, paz da yoxdur. Amma qəliblə pazın qarşısında plus qoyub. Deməli, bir bizim variantımız ola bilməz. Gəldim növbətiyə 2-yə. Aha. Yer çox az olduğu üçün yəqin ki, səliqəni nəzərə almarıq. 2. Rəndə. Gəlin diqqət edək. Rəndənin quruluşunda qəlbi var, bəli, plus qoyub, doğrudur. Pazı var, bəli, plus qoyub, doğrudur. Sıxıcı vinti var, xeyir, yoxdur. Bıçağı var, bəli, var, plus qoyub. Qrifeli yoxdur, minus qoyub. İynəsi yoxdur, minus qoyub. Boltu yoxdur, minus qoyub. Dəstəyi var, plus qoyub. Diqqət edin müəllimlər. Rəndənin quruluşunu onun hissələrlə, yəni testin şərtində verilən hissələrlə uyğunlaşdırdım. Yenə təhlil edəcəm, diqqət ol. Rəndənin quruluşunda deyirdik, qəlib, bıçaq, paz, dəstək. Qəlib, bıçaq, paz, dəstək. Qəlbi var, plus. Pazı var, plus. Sıxıcı vinti var, xeyir. Bıçağı var, plus. Necə deyirəm, orada elə işarələyiblər. Baxın, müəllimlər. Qrifeli var, yoxdur, minus qoyub. İynəsi yoxdur, minus qoyub. Boyutu yoxdur, minus qoyub. Dəstəyi var, plus qoyub. Baxın, müəllimlər, qəlib rəndənin quruluşunda var. Rəndənin quruluşunda qəlib var, plus qoyub, doğru qoyub. Rəndənin quruluşunda paz var, plus qoyub, doğru qoyub. Bıçaq var, plus qoyub, doğru qoyub. Dəstək var, plus qoyub, doğru qoyub. Deyəcəksiniz müəllimə, bəs o biri hissələr, baxın onların heç birinə müəllimlər, baxın plus qoymayıb, hamısına minus qoyub. Çünki yoxdur. Deməli, variantımızın biri 2 olacaq. Daha sonra 3-ü təhlil edirəm. 3. Y-yə. Baxın, qəlib. Y-nin quruluşunda gəlin görək nə var. Y-nin quruluşunda var dəstək, üzük, daban, tircik, çərtik, uc hissə. Müəllimlər, Y-nin quruluşunda qəlib yoxdur, amma plus qoyub. Zaten ilk təhlilimizdən gördük ki, yəni 3 bizim variantımız olmayacaq. Deyəcəksiniz 3 nədir? Bəli, Y-ni mən 3-nə işarə eləmişəm axı müəllimlər. Baxın, elə Y-ni biz təhlil edərkən müəllimlər, baxdıq ki, ilk təhlilimizdən plusa baxın, Y-nin qarşısında qəlibə plus qoyub. Axı müəllimlər, Y-nin qəlibi yoxdur. Paza plus qoyub. Axı müəllimlər, Y-nin pazı yoxdur. Sıxıcı vintə plus qoyub. Axı Y-nin sıxıcı vinti yoxdur. Bıçağa plus qoyub. Axı Y-nin bıçağı yoxdur. Zaten geridəkiləri təhlil etməyə ehtiyac qalmadı. İlk təhlilimizdən diqqət eləyin. İlk təhlildən elə biz bunu doğru variantlarda axtara bilmirik. Y-də gətirib qəlibə plus qoyub. Axı uyğunluq təşkil etmir. Bizdən testin şərtində uyğunluğu istəyir. Aha, deməli 3 bizim variantımız olmayacaq. Bir də bizim variantımız olmayacaq, amma 2 bizim variantımız olmuşdu. İndi 4-ü təhlil edəcəm. Diqqət edin, xarrat künyəsini. Gətirib qəlbin qarşısında diqqət edin, plus qoyub. Qəlb. Gəlin xarrat künyəsinin quruluşuna diqqət edək. Nəyi var idi? Deyirdik, qəlib, sıxıcı vint, xəttkeş. Diqqət edin, qəlib, sıxıcı vint, xəttkeş. Elə deyilmi? Bəli, qəlbin... Bir də təkrar təhlil edəcəm. Aha. Deməli, xarrat künyəsini təhlil edirəm. Qəlbə plus qoyub. Bəli, doğrudur, plus. Heç bəlkə mən qeyd edəməyim, aləm qarışır onda. Aha. Xarrat künyəsinə diqqət edin. Qəlbə plus qoyub. Nöqtə qoyacam, müəllimlər. Doğru deyəndə nöqtə qoyacam. Bəli, doğru qoyub. Sonra paza minus qoyub. Xarrat künyəsində paz yoxdur, doğru qoyub. Sıxıcı vintə plus qoyub. Bəli. Sıxıcı vinti var, doğrudur. Bıçağa minus qoyub. Bəli, doğru qoyub. Qrifelə minus qoyub. Bəli, doğru uyğunlaşdırıb. Çünki xarrat künyəsinin qrifeli yoxdur. İynəyə minus qoyub. Bəli, volta minus qoyub. Bəli, xarrat künyəsinin voltu yoxdur. Həmçinin də dəstəyi yoxdur. Aha, yenidən təhlil edəcəm xarrat künyəsini. Çox çıxılı yer deyə müəllimlər üzürü sayın. Ola bilər ki, fikrimi tam çatdıra bilmirəm. Xarrat künyəsini yenidən təhlil edəcəm. Qəlibə plus qoyub. Doğru qoyub. Xarrat künyəsinin qəlbi var. Paza minus qoyub. Bəli, xarrat künyəsinin yoxudur. Paz yoxudur. Sıxıcı vintə plus qoyub.
doğrudur. Bıçağa minus qoyub, xarrat künyəsinin bıçağı yoxdur, doğrudur. Grifelə həmçinin, iynəyə həmçinin, bolta həmçinin, dəstəyə həmçinin. Deməli, plus qoyduqları xarrat künyəsində qəlibdir, bir də sıxıcı vint. Bəli, xarrat künyəsinin qəlib, sıxıcı vint xəttkeşi vardır, elə deyilmi? Doğru uyğunlaşdırıb müəllimlər. Digərlərin hamısına minus qoyub. Deməli, xarrat künyəsi 4 ilə işarə elədiyimiz bizim doğru variantımız olacaq. 2, 4. Hələ ki, bunları tapmışıq. Bucaqlıq. Gəlin baxaq, bucaqlığın quruluşunda nəyi var? Deyirik, uc qəlib. Elə deyilmi? Yaxud da xəttkeş qəlib deyə bilirdik. Qəlbi var, doğru qoyub, plus qoyub. Pazı var, xeyr, yoxdur. Minus qoyub. Sıxıcı vinti yoxdur, doğrudur. Bıçağı yoxdur, doğrudur. Grifeli yoxdur, doğrudur. İynəsi yoxdur, doğrudur. Boltu yoxdur, doğrudur. Dəstəyi yoxdur, doğrudur. Müəllimlər, bucaqlığın nəyi var idi? Uc qəlib, yaxud da xəttkeş qəlib deyirdik. Elə deyilmi? İndi diqqət edin müəllimlər. Bu bucaqlıqda plus qoyduğu bir dənə qəlibdir. Diqqət edin, bir dənə. Aha. Bu bucaqlıqda plus qoyduğu, üstəgəl qoyduğu, yəni var, uyğunluq təşkil edir. Qoyduğu bir dənə qəlibdir. Qalan hamısına minus qoyub. Həqiqətən də bucaqlığın quruluşunda uc qəlib. Bir qəlbi var, uc hissəsi də bilir xəttkeşdir. Burada hissələrin arasında xəttkeş olsa, ona da plus qoysa, onu da doğru uyğunluq kimi götürərdik. Deməli, bucaqlıq da doğru uyğunlaşdırmadır. Deməli, tapmışdıq rəndəni, sonra xarrat künyəsidir, indi bucaqlıq. Deməli, 2, 4, 5. Sual verəcəksiniz, müəllimə, rəqəmlər hardan çıxdı? Yenə deyirəm. Müəllimlər, axı hər bir aləti rəqəmlə işarə eləmişəm. Deməli, rəndəni 2 ilə işarə eləmişdim. Rəndə uyğunluq təşkil etdi. Doğru uyğunlaşdırmalar qoyulmuşdu. Xarrat künyəsini 4 ilə işarə eləmişəm. O da həmçinin eyni oldu. Bucaqlığı 5 ilə işarə eləmişəm. Bəli, onun da uyğunlaşdırmaları doğru oldu. 2, 4, 5 bizim doğru variantımızdır. Gəlin sonuncu aləti də təhlil edim. Pərgar. Pərgarın quruluşunda nə var idi müəllimlər? Deyirdik qolla, yox, başlıq. Həmişə deyirdim ya aşağıdan başlayın ya yuxarıdan. Başlıq, qollar, qrifel, iynə. Başlıq, qollar, qrifel, iynə. Yaxud da lap aşağıdan başlayırıq. İynə, qrifel, qollar, başlıq. Ya pərgarın quruluşunu tam qəşəng yadda saxlamaq üçün. Ya tam aşağıdan başlayırıq. İynə, qrifel, qollar, başlıq. Yaxud da aləti gözümüzün qarşısına gətiririk. Başlıq, qollar, qrifel, iynə. Aha, davam edirəm. Pərgarı təhlil edəcəm. Diqqətli olaq. Pərgar. Pərgarın qəlbi var. Xeyr, qəlbi yox, doğru qoyub, minus qoyub. Pazı var, xeyr, yoxdur, doğru qoyub. Sıxıcı vinti var, xeyr, yoxdur. Onu da doğru qoyub. Baxın, hər iki uyğunlaşdırmalar doğrudur. Pərgarın bıçağı var, müəllimlər. Axı, pərgarın bıçağı yoxdur, amma plus qoyub. Deməli, 6 bizim variantımız yoxdur. Doğru uyğunlaşdırmayıb. Gətirib pərgarın, alətin quruluşunda bıçağa plus qoyub. Axı, pərgarın quruluşunda bıçaq yoxdur, niyə plus qoyub? Deməli, doğru uyğunluq deyil. Axı, bizdən deyir, doğru uyğunluğu müəyyən edin. Gətirib grifelin qarşısında bəli, plus qoyub. Bu doğrudur. İynənin qarşısında minus qoyub. Niyə iynəyə minus qoyub? Axı, iynə pərgarın quruluşuna aiddir. Deməli, doğru uyğunluq müəyyən olunmayıb. 6 bizim variantımız ola bilməz. Həmçinin bolt. Bolt pərgarın quruluşuna aid deyil, amma plus qoyub. Dəstək pərgarın quruluşuna aid deyil, amma plus qoyub. Yəni 6-da verib pərgarın. Pərgarın quruluşunu o hissələrlə uyğunlaşdırma edəndə doğru uyğunluq müəyyən edilmədi. Deməli, doğru variantımız 2, 4, 5 D variantı olacaqdır. Zəhmət olmasa 2, 4, 5-i yenidən özünüz diqqətlə təhlil edin. Niyə biz doğru uyğunluğu müəyyən edin şərti daxilində sırf rəndəni, xarrat künyəsini, bucaqlığı doğru variant kimi təhlil etdik, tapdıq. Özünüz təkrar-təkrar belə təhlil edin. Deyərdim ki, çox rahat. Hətta deyərdim ki, bu tipli testləri işləmək maraqlıdır. Oldu müəllimlər, Allah amanında olun.